Zərbənin təsiri ilə yerə yıxılan Seymur şoka düşdü. Nigar hələ də bütün baş verənləri qavraya bilməmişdi. Evə oğru girdiyini düşünürdü. Qorxu qarışıq uca bir səslə qışqırdı. Tez olun, çıxın evimdən, yoxsa polis çağıracam. Qaranlıqda üzərinə gələn qaraltının nəfəsini duyurdu. Bu xırıltılı bir nəfəs idi. Nigarın boğazında barmaqlarını gəzdirirdi. Nigar çarəsizcə, yalvarıram, toxunma mənə, nə istəsən verərəm. O Nigarın boğazını sıxmağa başladı. Dodaqlarını sağ qulağına doğru yaxınlaşdırdı. O qədər tez-tez və yoğun səs tonunda nəfəs alırdı ki, Nigarın qulaq pərdəsi dağılmaq üzrə idi. Nigar ağlayaraq, kimsən sən? Nə istəyirsən? Nə istəyirsən məndən? Soruşdu, pıçıltılı bir səs cavab verdi. Tamerlana niyə xəyanət etdin? Nigar nəhayət ki, hər şey başa düşdü. Səsini belə çıxarmağa imkan tapmadan bədəninə iynə batdığını hiss etdi. Saniyələr içində yatızdırıcı iynənin təsiri ilə Nigarın gözləri qapandı. Bu sırada Seymur sürünə-sürünə otaqdan çıxaraq qapıya qədər irəliləmişdi. Amma qapını açmaq səyləri uğursuz alınmışdı. Çünki qapı bir neçə yerindən bağlı idi və qaranlıqda bütün kilidləri açmaq mümkünsüz görünürdü. Çarəni qışqır-bağır edərək yardım istəməkdə görən Seymur həmin mərtəbədə başqa heç kəsin yaşamadığının fərqində deyildi. Sonuncu mərtəbə olduğu üçün səsləri sadəcə alt qonşu eşidə bilərdi. Onlar da 80-70 yaşında yaşlı bir cütlük idi. Televizorun səsini də axıra qədər qaldırıb xəbərləri izləyirdilər. Seymur geri otağa qayıdıb telefonunu götürmək istəyirdi. Divardan tuta-tuta cüyür balası kimi ürkək addımlar atırdı. Otağın qapısı bağlı idi. Amma Seymur qapının ağzına çatan kimi qapı yavaş-yavaş aralanmağa başladı. Sanki biri onu gözləyirdi. Seymur tir-tir titrəyirdi. Lakin içəri girməli idi. Başqa çarəsi qalmamışdı. Sürətlə içəri girib özünü döşəməyə atdı. Əlləri ilə bütün döşəməni aramağa başladı. Nəhayət telefonunu tapdı. İşığını yandırıb ayağa qalxmağa çalışdı. Elə bu anda telefonuna zəng gəldi. Nömrə qeydli deyildi. Telefonu açıb tez tələsik vəziyyəti açıqlamağa və yardım istəməyə çalışdı.